Deməli, dəyərli qardaşlarım, imanın rukunlarından danışırıq. Birinci rukundan, Allaha imandan danışdıq. İkinci rukun isə mələklərə iman gətirməkdir. Əhlüsünnə vəl cəmaənin mələklərə iman barədə etiqadı odur ki, mələklər var, məxluqdular. Allah onları nurdan yaradıb və onların hər birisinin xas əməlləri var. Necə bu barədə digər Əhlüsünnənin etiqadı barədə olan dərslərdə danışmışıq. Və qısa olaraq odur ki, Allah onları nurdan yaradıb, onlar cisimdən ibarətdirlər, onlar var, Allaha ibadət edirlər, onların sayını Allahdan başqa heç kim bilmir və hər birinin özünə xas əməlləri var. Həmçinin biz iman gətiririk hansına ki, Allah Teala və Peyğəmbər sallallahu əleyhi və səlləm Quranda, sünnədə adlarını çəkib, Cəbrail əleyhissalam, Mikail əleyhissalam, İsrafil əleyhissalam, ölüm mələyi, aydındır. Məsələn, Adəm evladının əməllərini qoruyanlar, ana bətrində 4 aydan sonra insana 4 şeyin yazılmasını əmr olunan mələklər və s. hansına adı çəkilib, adı ilə iman gətiririk, hansılar ki, adları çəkilməyib, ümumən onlara iman gətiririk.